Əziz və dəyərli şagirdlər, deməli gəlin biz başlayaq fizikanın 8-ci sinifindən olan Newtonun birinci qanunu mövzusuna baxaq, iş dəftərində olan bəzi suallara baxaq. Deməli, birinci sualımızda deyir ki, birinci sual ümumiyyətlə elə qaydadır. Oxusaq belə deyir ki, cismə başqa cisimlər təsir etmədikdə onun sükunət halını yaxud sürətinin qiymət və istiqamətini saxlaması əlbəttə ki, bu ətalətlilik adlandırılır. Bundan sonra keçək ikinci sualımıza. İkinci sualımızda isə deyir ki, stəkanın ağzına şəkildəki kimi kağız, kağızın üzərində isə qəpik qoyulur. Kağızı sürətlə çəkdikdə qəpik kağızla birlikdə hərəkət etmir və stəkanın içərisinə düşür. Kağızı çəkdikdə qəpiyin stəkana düşməsinin səbəbini izah et. Əlbəttə ki, bu həm ətalətlilik, həm də Newtonun birinci qanunu ilə bağlıdır ki, qəpik öz ətalətlilik halını qorumağa çalışacaqdır. Yəni, oradakı biz vərəqi hərəkət etdirsək də, qəpik öz hərəkətini saxlayacaq və ağırlıq qüvvəsi ilə aşağı düşəcəkdir. Ondan sonra keçək üçüncü sualımıza. Üçüncü sualda deyir ki, ipli rəqqasın kürəciyini kənara çəkib buraxdıqda, o tarazlıq nöqtəsinə doğru hərəkət edir. Tarazlıq nöqtəsində kürəciyə təsir edən qüvvələrin əvəzləyicisi 0 olarsa da, kürəcik həmin nöqtədə dayanmır. Bu hadisəni izah et. Belə ki, buradakı kürəcik tarazlıq nöqtəsinə gəldikdə, ona təsir edən əvəzləyici qüvvə 0 olmalıdır. Yəni, ona təsir edən qüvvələr bir ağırlıq qüvvəsi olacaqdır tarazlıq halında olanda. Bir də ona təsir edən qüvvə ipin gərilmə qüvvəsi olacaqdır. Və bu qüvvələrin də əvəzləyicisi 0 olacaqdır. Çünki əks istiqamətdə olduğuna görə onlar çıxılacaqdır. Və burada Newtonun birinci qanunu ödənilir. Yəni, cismə təsir edən qüvvələrin əvəzləyicisi 0 olarsa, cisim ya sabit qalar, ya da düz xətli bərabər sürətlə hərəkət eləyir. Sonra dördüncü sual. Dördüncü sualda deyir ki, futbolçu topa vurduqda həmin anda topa qüvvə təsir edir. Ayaqdan ayrıldıqdan sonra top hərəkət istiqamətində qüvvə təsir etmir. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. Qüvvə təsir etmədiyi halda topun hərəkətdə olmasının səbəbi nədir? Belə ki, biz topa ayağımızla təsir etsək də, yəni burada qüvvə olmasa da, top öz hərəkətini davam etdirməsi bu Newtonun birinci qanununa görədir. Yəni, ayağımızla zərbə vururuq, o düz istiqamətdə hərəkət etməyə başlayacaq, sonra əvvəlki vəziyyətinə qayıdacaq. Yəni, top öz əvvəlki ətalətliliyini qorumağa çalışacaq da, bu da Newtonun birinci qanununa görədir. Beşinci sual. Beşinci sualda eynən ətalətliliyə görədir. Deyir ki, çəkici taxtaya möhkəm vurduqda onun dəmir hissəsi aşağıya doğru hərəkət edir. Bunun səbəbini izah edin. Belə ki, biz çəkici taxtaya möhkəm vurduqda, taxta yerində qalsa da, onun dəmiri hərəkət istiqamətinə, yəni hərəkəti aşağıya doğru vururuq da biz çəkici elə bil ki, möhkəm bir zərbə ilə aşağı vururuqsa, onun dəmiri aşağı doğru düşməyə başlayacaqdır. Bu da elə ətalətlilik hadisəsinə əsaslanır. Sonra keçək o birisi suala, 6-cı suala deyir ki, xalçanı tozdan təmizləmək üçün onu çırpmaq lazımdır. Xalçaya hopmuş tozun ondan qopmasının necə baş verdiyini izah edin. Belə ki, elə bu da ətalətlilik hadisəsinə görədir. Necə? Xalçadan hopmuş toz ətalətlilik hadisəsinə görə xalçaya zərbə ilə vurduqda, müəyyən müddət sonra xalça öz əvvəlki vəziyyətinə qayıtsa da, oradakı tozlar, xalçadan hopmuş tozlar öz hərəkətini saxlaya bilməyəcək və xalçadan hopub gedəcəkdir. Yəni, havaya qarışacaq. 7-ci sual. 7-ci sualda deyir ki, cismə qüvvə təsir etmədikdə, bu da qaydaya görə, cismə qüvvə təsir etmədikdə və ya təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabər olduqda cisim sükunətdə yaxud düz xətli bərabər sürətlə hərəkət edir. 8-ci sual. 8-ci sualda deyir ki, şəkildəki kitab sükunətdədir. Ona təsir edən qüvvələrin əvəzləyicisini tap. Newtonun birinci qanununa görə cavabına əsaslanır. Belə ki, biz bilirik ki, əgər bu cisim sükunətdədirsə, onun əvəzləyicisi 0 olacaqdır. Nəyə görə? Çünki bu kitaba iki qüvvə təsir edəcək. Bu qüvvələrdən biri ağırlıq qüvvəsidir, bir də yerin reaksiya qüvvəsidir. Bu qüvvələr də əks istiqamətdə yönəldiyindən, onları bir əvəzləyicisini tapsaq, əks istiqamətdə yönələn qüvvələrin əvəzləyicisini həmin qüvvələri bir-birindən çıxırdıq, cavabımız 0 olurdu.
Nəyə görə 0 olurdu? Çünki onların qiymətləri bərabərdir deyə. O cisim sükunətdədir və burdan da əvəzləyici qüvvənin qiyməti 0 olduğuna görə burada həm ətalətlilik var, həm yəni burada Newtonun birinci qanunu ödənilir həm də. Sonra keçək 9-cu suala. 9-cu sualımızda nə deyir? Yerin təbii peyki olan Ay yer kürəsi ətrafında dairəvi orbit üzrə hərəkət edir. Ona təsir edən qüvvələrin əvəzləyicisinin 0 olmadığını əsaslandır. Çünki biz əlbəttə bilirik ki, Ay yer ətrafında dairəvi orbit üzrə hərəkət edir. Və bu da yerin qravitasiya qüvvəsi nəticəsindədir və Ay dairəvi orbit üzrə hərəkət edir və istiqaməti var onun əlbəttə ki. Ayın bir istiqaməti var dairəvi orbit üzrə hərəkət etməsi üçün və yerlə müəyyən qüvvə ilə cəzb olunduğuna görə onun həmin yerdə qüvvələrin əvəzləyicisi 0 ola bilməz. Sonra 10-cu sual. Deyir ki, 10-cu sualda şəkildə maye daxilindəki cismə təsir edən ağırlıq qüvvəsi və Arximet qüvvəsi ilə müqavimət qüvvəsinin cəmi göstərilib. Bu halda Newtonun birinci qanunu ödənilirmi? Cavabınızı əsaslandır. Belə ki, biz şəklimizə baxırıq ki, qüvvələrdən biri 45 Newtondur, biri 25 Newtondur. Hər ikisi də əks istiqamətdə yönəlib. Və mən bilirəm ki, cisimlərin yer tərəfindən cəzb olunduğu qüvvə ağırlıq qüvvəsidir. Deməli, burada 45 Newton olan qüvvə ağırlıq qüvvəsidir. Və ağırlıq qüvvəsinin əksinə yönələn bir qüvvə var idi ki, o da Arximet qüvvəsi idi. Yəni, maye və qazlara təsir edən qüvvə. O da 25 Newton göstərilib. Və burada da ağırlıq qüvvəsi Arximet qüvvəsindən böyük olduğuna görə və istiqamətləri əks olduğuna görə mən əvəzləyicini tapanda onları bir-birindən çıxaram. Deməli, o da olar 45 çıxılsın 25 bərabərdir 20 Newton. Və istiqaməti əgər məndən müəyyən etsəydi, istiqamətdə mən deyərdim ki, əvəzləyici qüvvənin istiqamətdə hansı qüvvə daha böyükdürsə, o istiqaməti olacaqdır. Deməli, burada əvəzləyici qüvvəm də müəyyən bir qiymət alıb deyə Newton birinci qanunu ödənilmir. Çünki Newton birinci qanunuda əvəzləyici qüvvənin qiyməti 0 olmalıdır. Demək, burada birinci qanun ödənilmir. Sonra keçək 11-ci suala. 11-ci sualda nə deyir? Şəkildə cismə qiyməti və istiqaməti eyni olan iki qüvvə təsir edir. Üçüncü qüvvənin qiyməti və istiqaməti necə olmalıdır ki, həmin cisim üçün Newtonun birinci qanunu ödənilsin? Belə ki, biz bilirik ki, Newtonun birinci qanunu ödənilməsi üçün cismin əvəzləyicisi 0 olmalıdır. Bu zaman görək ki, bu iki qüvvə eyni istiqamətdə yönəlib. Ona mən onların əvəzləyicisini tapsam, toplayaram, eləyər ümumi əvəzləyici 40. Və mən istəyirəm ki, ümumi əvəzləyici də burada 0 olsun. Nə edərəm? Belə bir yadıma düşər ki, buna bir əks istiqamətdə də qüvvə təsir etməlidir ki, mən 40-dan həmin qüvvəni çıxım ki, mənim əvəzləyicim 0 olsun. Deməli, bu 20-20 olan 2 F1 yəni F2 qüvvələrinə bir əks istiqamətdə F3 qüvvəsi də təsir edir. O da 40 Newton olar. Demək, onlar da ümumi əvəzləyicisini tapsam, F əvəzləyici bərabər olar. F3 minus F1 plus F2 bərabərdir 40 minus 40, o da bərabərdir 0-a. Sonra keçək 12-ci suala. Deyir ki, mühərriki işləməyən avtomobilin trosla digər avtomobilə qoşulur və hərəkətin başlanğıcında avtomobilin sürəti tədricən artırılır. Dartı zamanı avtomobilin sürətinin birdən-birə deyil, tədricən artmasının səbəbi nədir? Bu isə ətalətlilik hadisəsinə görədir. Necə? Çünki ətalətlilik kütlə ilə əlaqəli bir anlayışdır. Yəni, ətalət kütlə ilə asılı bir xarakter daşıyan bir hadisədir. Yəni, cisimlərin kütləsi varsa, əlbəttə ki, onun ətalətliliyi də vardır. Yəni, bu hadisə ətalətliliyə görədir. 13-cü sual. Avtomobilin hərəkəti üçün Newton birinci qanunu ödənərsə, onun sürətinin zamandan asılılıq qrafikini qur. Belə ki, Newton biz bilirik ki, birinci qanuna görə cismə qüvvə təsir etdikdə o sükunətdə ya da düzxətli bərabər sürətli hərəkət halında olacaq. Görürsünüz, altından xətt çəkmişəm ki, bərabər sürətli. Yəni, nə demək istəyirəm? Cisim bərabər sürətlə hərəkət edir. Yəni, bu birinci saniyədə olsun, ikinci saniyədə olsun, üçüncü saniyədə olsun, zamandan asılı olmayaraq, bu elə 20 metr bölünsün saniyə sürətlə hərəkət eləyəcək. İstəyir 3 saniyədə olsun, istəyir 4 saniyədə olsun. Yəni, onun sürətinin qiyməti dəyişməyəcək, sabit olacaq. 14-cü sual. Avtomobilin sürəti 10 metr bölünsün saniyədir. Onun hərəkətinin Newtonun birinci qanuna tabi olduğunu nəzərə alaraq 5 dəqiqə ərzində getdiyi yol və yer dəyişmənin ədədi qiymətini tap. Deməli, bizə verilibdir, sürəti verib 10 metr bölünsün saniyə.
Zaman verib 5 dəqiqə, biz dəqiqə olaraq saxlaya bilmərik. Onu keçirməliyik saniyəyə. 5 vurulsun 60 saniyə, o da 300 saniyə eləyir. Və mən bilirəm ki, mənim yolum üçün düstur S bərabər V vurulsun T-dir. Oradan da alıram ki, 10 vurulsun 300, o da bərabərdir 3000 metr. Demək yolumu tapdım 3000 metr və burada da nəzərdə saxlayaq ki, deyir ki, Newton birinci qanuna tabe olduğunu nəzərə alaraq. Və biz bilirik ki, Newtonun birinci qanunu da cismə təsir etdikdə cisim bərabər sürətli, yəni düzxətlə bərabər sürətlə hərəkət edəcək. Bu zamanda yadınızda saxlayın ki, əgər hərəkət düzxətlə bərabər sürətlə hərəkətdirsə, bu zaman yol yer dəyişməyə bərabər olar. Demək ki, burada yol və yer dəyişmənin də qiymətləri bir-birinə bərabərdirsə, onun hər ikisinin qiyməti 3000 metr olacaq.